Axşamınız xeyir. Hər vaxtınız xeyir qalmayın. Necəsiz? Yaxşıyam, sağ olun. Siz necəsiz? Yaxşıyam. Yaxşı olun tək. Başlayaq. Biz keçən dəfə sizinlə NumPy kitabxanası üzərində ilk iki mövzusuna giriş etmişdik. Bəli. NumPy giriş, NumPy ilə massivlərin yaradılması. Onlar bitdi. İndi bugün baxacağıq daha iki dənə mövzuya. Əsas massiv əməliyyatları bu birinci mövzu. Digəri isə yəni dördüncü mövzu olaraq indeksleme və dilimləmə. 1D və 2D massivlərdə indekslər olacaq. Birinci vaxtsa massivlər üzərində əməliyyatlar, hansı əməliyyatlar apara bilərik. Bəziləri o təbii ki yazmamışıq, insertdir, appenddir, bunlar da var əlavə olaraq. Bunları göstərəcəm proqramlar üzərində. Bu kimi əməliyyatlarımız var, add, yəni toplama, subtract, çıxma, multiply, vurma, divide, bölmə, iki dənə vurma işarəsi, yəni qüvvəti yüksəltmə, sum toplama, min, element ortasının hesablanması, max maksimum, minimum, min minimum dəyər, point t, sətir sütun dəyişməsidir, mp, point dot komandası matris arasında vurmadır. Array əməliyyatı da sətir üzrə filtrləmə üçün görmüş olacaq. Bir baxaq, massiv üzərində nələr etməyə bilərik. Birinci növdə. Biz import massivləri ümumiyyətlə NumPy-ni yazanda necə yazacaq? Import NumPy as np əlavə edirik bura, düzdür? Bu şəkildə yazılır. Sonra məsəl üçün ilk etapda proqramımız nə olsun? Massiv üzərində toplama əməliyyatını icra edir. Toplama və çıxma əməliyyatını icra edir. Hər ikisini. Yəni bir yerdə icra edir. Bizə iki dənə massiv lazımdır. Biz massivləri yaradanda xatırlayırsınızsa, dedik ki, mp komandası vasitəsilə mexaniki olaraq əllə də hazırlaya bilərik. Ya da zeros var idi, ones var idi. Bunlarla da bunlardan və birlərdən ibarət massiv də təşkil etmək mümkündür. Məsələn, 1, 2, 3 elementlərindən ibarət A massivi yaratmaq üçün nə yazılır? A bərabərdir, ardından siz deyin. Massivi yaratmaq üçün mp.array. mp.array, Sonra range yazılır. Xeyr, range-ə ehtiyac yoxdur. 1, 2, 3 elementlərindən A massivi yaratır. Bir dəqiqə, tam olaraq bir də deyə bilərsiniz necə eləyirdik? Nə etməliydik yəni? Şəklində olsun, 1, 2, 3 qiymətləri integer tipində. Çünki massiv tək element özümüzdə. Array, onda mp.array int. İntə ehtiyac yoxdur. Qiymətlər zaten 1. Onda elə 1, 2, 3 mötərizənin içində. Hansı mötərizələrin içərisində? Modul mötərizə, yoxsa yox, məncə dairəvi mötərizə elə. Dairəvi, bir də siyah kimi verirsə, bir dənə modul mötərizə yazar. 1, 2, 3. Burada modul mötərizə təbii ki olacaq nə? Siyahı. Bir də həmin siyahını biz çeviririk də mp.array komandasının mexaniki massivə. Çevirmək üçün mötərizə daxilindəki, yəni dairəvi mötərizə daxilindəki olacaq məlumatlar çevrilməlidir. Beləliklə, bu oldu bizim A massivimiz. B massivimiz də bunun əsasında yaradırıq. mp.array olsun 4, 5, 6 qiymətləri. Gördük bura. Gəldik aşağı. Birinci toplama əməliyyatını icra edək. Yazaq bura toplama. Toplama əməliyyatı üçün
Belə edə bilərik. Print A plus B yazaram. A plus B. Bu oldu bunların toplaması. Ya belə edək. Burada xoşlamadığım məsələ deyə bu gəlir bura. Ekran tutur. Belə yaza bilərik. A plus B bərabərdir. Burada bir dənə vergül qoya bilərik. A plus B. Adi toplama ilə də etmək olar. Bu yerində. Bir də eyni əməliyyatı toplamadan əlavə bir komandamız vardı. Hansı idi o? Sum. Sum yox. Toplamada istifadə olunan deyil mi? Sum bütün elementləri. Biz iki dənə massivi toplayırıq. A massivi ilə B massivi ilə. Yəni unutmuşam hansıdır? Add olacaq. np.add. Add. Baxın. Toplama əməliyyatı eyni zamanda np.add olaraq da yazmaq olar. np.add mütləq ondan sonra nəyi toplayacaq? A, B, B. Bunları həmin massivləri bura daxil etmək lazımdır. Bir də çıxma əməliyyatını yazaq. Çıxma əməliyyatı üçün print kopyalayın. Vaxtımızı belə məsələlər itirməyək. Ctrl-C, Ctrl-V. A çıxılsın B, bir budur. Bir də massivi çıxanda digər komandamız vardır. Bu da olacaq subtract. Subtract komandası. Subtract'də yenə çıxma əməliyyatını yerinə yetirir. Add toplama, subtract isə çıxmadır. Və yaxud yerinə də toplama çıxmalı yazmaq olar. Hazırdır bizim proqramımız. Proqramımızı run eləmək lazımdır. Gözləyək. A plus B 5, 7, 9 verdi. A plus B 5, 7, 9 verdi. Niyə belə verdi? Baxın. Birincide 1'dir də, düzdürmü? 1'dir. Digəri 4'dür. 1 ilə 4'ü topladı 5. Deməli, bu birincidir hələ. Adi toplama əməliyyatı. 5 ilə 2'ni topladı 7. Bəli. Çox verir. Belə avtomatik bunlardan eləyir. İndi yerində. 5 ilə 1 ilə 4'ü topladı 5. Sonra 2 ilə 5 topladı 7. Düzdür. Sonra digəri. Belə yerində bağa düşür. Moraldır, nə eləyir? Proqram alıb sadəcə ekran kiçilib yerində bağa düşür. Onda belə edək. Hər dəfə gəlib baxmayayım deyə. Bir dənə print A eləyim. Massivləri də görüm də. Print A eləyim, print B eləyim. Bunların qarşısında yazım onda. Bu olsun A massivinin elementləri. Bu da olsun B massivinin elementləri. B massivinin elementləri vergül. Bugün nə qədər bug var mənə tapdı da. Bir dənə slash n yazar bura. Slash n vergül. Run eləyək. Slash n də yazdım. Sağ olsun, o qədər gözəl çıxdı ki. Slash n yazıb, aşağıya düşəndə bunun yanında slash n yazmayaq. Slash n buradan götürək. Slash n yazaq, bunu qarşısın. İndi başqa nəsə. İndi yapacağım. Errorlar mı alındı? Düzəltəlim. Run eləyək. Sonra. Buradan run. Hazırdır. Deməli, baxsaq. 1 ilə 4'ü topladı, elədi 5. 2 ilə 5'i topladı 7. 3 ilə 6'ını topladı 9. Gördünüz mü? Toplayır və bir araya verir. Bir an massiv kimi verir. Bu da add-lə olandır. A plus B eyni qayda add-lə elədir. Sonra çıxmada eləyəcək. 1-dən 4'e çıxacaq. Baxın, birincidən ikinciyə çıxır. Böyüdən kiçiyi çıxmır ha. Birincidən ikinciyə çıxır. Elə 2D massivi 1D massivə çevirir, yoxsa? 2D deməyək buna. 2D tipində deyilsin. 2D'də biz necə deyirik? Bir dənə göstərmək olar. Qələmi başladım açına qədər. 2D'də belədir ki, bir modul daxilində
bir neçə məlumatı sıxlaya bilirdik sətir və sütunlar üzrə. O 2D. Zaten bunların ikisi 1D massiv. 1D massiv. Ha. 2D'lik. Bəli, bəli. 2D'də belə edilir. Məsəl üçün belə ola bilər. Deyək ki, bir dəfə açılsın, burada bir dəfə açılsın, olsun 1, 2, 3. Bu formada düşdü aşağı. Bunun üstündə açılsın. Deyək ki, 3, 4, 5. Bura bağlansın. Burada. Bir modul mötərizənin daxilində bir neçə massiv yaradır. Bəli, bəli. Yəni burada deməli istəyən sətin istəyən sütun olacaq. 2 sətir 3 sütun. Bəli, 2 sətir. Bəli, bəli. 2 sətir 3 sütun. Sütun olacaq bu formada. Buna deyirik, bəli, 2D massiv. Bu form belə isə 1D massiv. Və 1-dən 4 çıxdı, -3, 2-dən 5 çıxdı, -3, 3-dən 6 çıxdı, -3. Zaten -3 alınacaq hamısında, çünki hər biri 3 vahidli bir fərqlə artım göstərir. Bu belə. Bizdə beləliklə əməliyyat icra olundu. Toplama və çıxma əməliyyatı. Sadəcə üzərində çox qalmağa dəyməz. Sonra keçək digərinə. Digər əməliyyatlar. Digər əməliyyatlar. Baxaq nəyə? Vurma və bölmə əməliyyatına baxaq. Vurma bölmə də əslində eyni məsələdir. Vurma bölməni heç yazmayacağam. Nə yazmayacağam? Eyni məsələdir. Siz bura sadəcə vurmaq üçün nə yazmalısınız? Gətirib yazacaqsınız. Ulduz işarəsi. Ulduz işarəsi ya da multiplay. mp.multiplay mötərizə içərisində A vergül 1. Aydındır? Bəli, bəli, bəli. Sadə. Ya bölmədə də yazanda ya bölmə işarəsi bir dənə slash qoyarsınız. Ya da yazarsınız mp.divide mötərizə içərisində. Zaten mötərizə olanda başa düşün ki, belə mötərizə yazılır ha, boş mötərizə. Ona başa düşün ki, deməli, bəli dəyişənləri ötürməlisən sən mötərizəyə. A vergül, B vergül, C nələr varsa onları ötürməlisən. Bu mötərizə onun üçündür. Ona işarə edir. Bu belə. Ancaq onları yazmağa ehtiyac yoxdur. Onlar sadədir. Qüvvətə yüksəltmə də əslində sadədir. Qüvvətə yüksəldəndə massivi ya power ilə yazarıq. Bunun qarşısına power də yazmaq olardı. Burada da eyni məntiqdir. Misal üçün print deyirəm, yəni print içərisində deyəcəm bunu. Sonra silərəm. A qüvvətə yüksəlt 2-yə. Yüksəlt 2-yə bərabərdir. A qüvvət 2 o deməkdir ki, ya yazarsan A bir dənə vergül ulduz 2, bu olar. İndi burada təbii ki, A massivi ötürmək lazımdır. A massivi olsun. Bu formada deyək ki, nə A massivini yaratmaq üçün mp.array məsələn, qiymətdən nə olsun? 3 olsun, 4 olsun. Beləliklə, A massivini qüvvətə yüksəldəcək və bunun bir massiv kimi meydana çıxaracaq. 9, 16. 9, 16 qiymətlərindən ibarət. Ya da bunun əvəzinə print power da etmək olar. Power deyiləndə A 2 bərabərdir. Power da eyni şəkildə qüvvətə yüksəlir. mp.power indi qüvvətə nə qədər yüksəlirik? İstəsək 3 dəfə yüksəlirik, A üstü yüksəlirik, istəsək A üstü 1000 eləyirik, fərqi yoxdur mu? Əsas məsələ buradan irəli gəlir. A-nı yüksəlt, nə qədər istəyirsən? Məsələn, kuba yüksəldim bir dəfə. Power'dan kuba yüksəl. 3 yazıram. Hazırdır. Mən eləsək bizdə yekun sənə vermiş olacaq. Gələk terminal pəncərəsinə. Gördüyümüz kimi, baxın. A-nın kvadratı 916. 3-ü yüksəltdik kvadrata. 9, 4-ü yüksəltdi 16. İndi kuba yüksəldi. 3-ün kubu 27. 4-ün kubu isə 64. 64. Bəli. Bu formada da bizim üçün ekranda çapa verilmiş olacaq. Bu belə. Belə. Daha çətin tiplərə baxaq. Bunları artıq bir neçə sinyalının məntiqini başa düşmək olur. Cəmləmə və ortalama. Cəmləmə və ortalama da demək ki, eyni məsələdir. Məsələn, mp.sum deyərsiniz ki, A massivi. Belə eləmək olar. Belə elə bunu mən kontrol deyirəm. Kontrol deyirəm.
Buradan göndərək import number MP. Burada yaddaşda olan məlumatlarımız və məsəl üçün belə deyək, toplayıram da bütün massivli olan elementləri toplayayım. 3 dən 4 düzdürmü? Massivli elementdə biraz daha artırım. 5, 6, 10, 15 istədiyim qədər massivli element əlavə eləmək hüququm var. Heç bir problem yoxdur. Burada belə edəcəm. Deyək ki, cəm yazıram. Cəm bərabərdir. Olsun nə? Verilmiş hissəni mənim üçün toplasın. NP nöqtə, yəni massivin bütün elementlərini toplasın. Yazacaq sum A. Bu deməkdir ki, A massivinin bütün elementlərini topla. Run gözləyirik və 43 alındı gördüyünüz kimi. Bütün qiymətlər toplandı. 3, 4, 5. Zaten bura 12 verir. 18, 28, o da 15, 43. Formada cavab tapılmış olacaq. Digəri nədir? Elementlərin ortasını tapmaq üçün. Artırılığını görsək 1000 istifadə edilir. Element ortasını tapacaq. Element ortasını necə taparıq? Print deyərik ki, yazaq bura element ortası bərabərdir. Vergül 1000 komandasından istifadə edərək mp.min İndi 1000 nəyi tapıram? A massivini tapıram. A massivini burada çağırmalıyım. Run eləyək proqramı. Baxın, element ortası o deməkdir ki, 7,1 verir. Bir növ ədədi orta kimi düşünmək olar da. 20, 40 toplayıb sayına bölür. Bəli. 2, 4, 6. 43 bölü 6 artı 7,1 nə qədər düşür? 7,1 dövrdə 6. Qiymət alınmış olacaq. Burada belə bir məsələ atsaq görəsən alınar. 2.0f alınmadı. Alınmadı, onda bu f sətirləmə nə olacaq normalda? Nə bilməsərizə? Bu ehtimal ki, alınar bəlkə də. %80 alınar, %20 alınmaz. Oluyor. Alındı. 80% qazandı. Bu nə deməkdir? Baxın, .0f vermişəm burada. 2.0f. Bu yuvarlaşdırmadır. .0f o deməkdir ki, nöqtədən sonra 0 qədər kəsik hissə olsun. Gördünüz burada nə qədər kəsik hissə var? 1, 6, 6, 6, 6, 6, 7. Görürsünüz. Nöqtədən sonra. Burada nöqtə 1 yazsaydım, bu deməkdir ki, 7,1 dövrdə 6 var. Burada nöqtədən sonra bir dənə qiymət saxla. Bir dənə qiymət saxlanır 7,1 olacaq. Aydındır. Bəli. Enter elədik, baxın. Daha doğrusu 7,2 yazdı. Niyə 7,2 yazdı? Çünki 7,1 dövrdə 6. Biz bilirik ki, riyaziyyatdan ki 0,4-ə qədər başlayıb yuvarlaşdırır. Nöqtə 5 və yuxarı oldusa artıq növbəti qiyməti yuvarlaşdırmış olur. Bəli. Burada yuvarlaşdırma məsələsinə yoxdur. 0,6 deyə bu 7,2 yuvarlaşdırır. İndi mən burada 2f qoysam, bu dəfə də run etsəm proqramı təbii ki 7,7 alınacaq. Çünki başlayır növbəti etapdan götürür. Bu dövrdə qiymət alındığına görə belə dəyişkənlik göstərir. 7 tam %17. .3f qoysaq, bu dəfə də nöqtədən sonra 3-cü mərtəbə vahidi yuvarlaşdırmağa tabi olur. Beləliklə 7,167. Bunu istədiyiniz qədər yuvarlaşdıra bilərik təbii ki. Bu belə. Sonra baxaq digərinə. Maksimum və minimum dəyər tapılması. Maksimum və minimal dəyərlərin tapılması da əslində elə də bir Maksimum funksiyalardan istifadə edirik burada da. Bəli, max və minimum komandalarımızı yazsaq bizim üçün kifayət eləyər.
Ctrl-C edək. Kritikada dəyişiklik. Adı yazacaq mp.max. mp.max nə? A massiv. mp.max A massiv. Bu A massivinin maksimal elementi tapacaq. mp.min eləsəmsə, yəni minimum A massivi deməkdir. Run eləsək proqramı. Maksimal element 15'dir, minimal element 3'dür. Həqiqətən mi elədir? Baxırıq. Bəli. Maksimal element 15'dir. Amma ən kiçik qiymət isə neçəymiş? 3 imiş. Bəli, işte. Sonra sətir və sütun dəyişməsi. Baxaq buna. Sətir və sütun dəyişməsi. Bu 2D matrix əməliyyatlarında istifadə olunur. Bunu aslında qeyd eləmişəm bura. Bu matrix əməliyyatlarında da istifadə olunur. Massivlərlə buna əlaqələndirsək. Massivlərlə əlaqələndirsək. Aslında olar, bəlkə də. Olar. Nöqtə T dediyimiz sətir sütun dəyişməsi o deməkdir ki, transposition demək idi. Səhv eləmirəmsə onun gedişi. Yəni sətir və sütun əməliyyatları yerini dəyişmiş olur. Transposition. Böyük ehtimal ki elədir. Böyük ehtimal ki elədir. Bunu yazmaq üçün bizə nə lazımdır? 2D massiv lazımdır. 2D massiv. 2D massiv quraq. Bizlər silək. A massivi olsun məsəl üçün. Deyək mp.array. Hər dəfə import numpy daxil eləməyinə ehtiyac yoxdur. Yəni tək başda bir dəfə yazsaz məncə kifayət edir. Sadəcə əvvəldə qalsın burada, onu verirəm. Bizi istəsəz, yəni sizə rahat olsun deyə deyirəm. Ötürə məsəl üçün sətir və sütun verək. Neçə sətir verək? 2 dənə sətir verək. 3 dənə sütun olsun. 1, 2, 3 qiymətlərini ötürdük. Sonra vergül. İndi baxın 2-də massivi indi bölür. 4, 5, 6. Bu belə. Bu bizim oldu sətir və sütunumuz. Düzdürmü? Və biz burada transposition'a keçmək lazım. Yoxsa o dediyimiz nöqtə T. Sətir və sütun yer dəyişməsi məsələsi. Burada irəli gəlir. Print deyirik. İndi A massivi üzərində bunu edirəm deyə A transposition yazıram bərabərdir vergül. Təbii ki, bunun qarşısına /n qoymaq lazımdır ki, yaxşı alınsın. /n vergüldən sonra deyirəm ki, belə deyək. Əslində bir dəqiqə bu alınar böyük ehtimal ki, alınar. A nöqtə böyük deyə yazın. Run edək. Alındı. Deməli, nə alındı burada? Əməliyyat bu şəkildə dəyişmiş oldu. Nə kimi əməliyyat dəyişir? Görürmü? 1 ilə 4-ün baxın yerləri dəyişir. Sətir sütun yer dəyişməsi budur. 1 ilə 4'ü yığdı bir massiv ətrafına. Sonra 2 ilə 5'i yenə bir-birlərinin yanına və 3 ilə 6'ını. Burada deyəsən bug var. Bunu aran edeyim. Orada bug var. Ekran dəyişəndə bir dənəsi də əlavə gəlir. İndi yaxşıdır. 1 ilə 4 bir tərəfə gəldi. 2 ilə 5 bir tərəfə, 3 ilə 6 bir tərəfə. Sətir və sütunlar bir-birlərini əvəz edir. Normalda belə baxmaq olar. 2 dənə sətir, 3 dənə sütundur. Dəyişir bunu 3 dənə sətir, 2 dənə sütun edir. Və verilənlər də ona uyğun çarpaz şəkildə birləşmiş olacaq. Nöqtə T hissəmiz əsas məsələsi bundan ibarətdir. Sonra massivlər arasında vurma əməliyyatına baxırıq. Matrislər arasında daha doğrusu.
Hə, matrislər qalsın, bu qalsın. Matrislər qalsın. Şərtə görə filtrləmə. Bu şərtə görə filtrləməni biz harda istifadə edə bilərik? Matrislər niyə saxladı? Matris səhəsində maraqlı gəlir. Dördüncü işləmədə OpenCV-də də çox qarşılaşıram matrislərlə. Eləyəcək onu. Massiv bitsin, onda başlayacaq. Sırayla gedək, çünki kitabxana üzrə o qədər bol mövzu var ki. Bəli, elədir. İslam qarışdırması bir gedək elə qayıtdır. Deməli, belə eləyək. Yəni A deyək. A bərabərdir. MP.array. Bu dəfə bir ölçülü yaradıram. Bir ölçülü. Məsəl üçün olsun 1, 3, 5, 9, 20, 25 ya da 26 olsun. O gəldi. Filtrləmə belə olsun. Həmin o şərtə görə filtrləmə bu deməkdir ki, misal üçün biz müəyyən bir şərt qoyuruq. Məsələn, ondan böyük elementləri filtrlə deyirəm. Ondan böyük elementlər filtrlənsin. Şərtimiz budur. Adını qoyuram filtr elə. Filtr. O filtr deyilən komandasıdır. Ya da İngilizce yazar. Filtr bərabər şəkildə yazar. İndi bizdə söhbət A massivindən gelir də. A belə bir modul A böyüksə ondan. Baxın, normalda array olaraq qeyd etmişik. Bu array burada sadəcə məcazi bir anlam daşıyır da. Bunu istədiyimiz kimi dəyişə bilərik. Sadəcə dəyişən. A desək A olan, B desək B. Şablon özündə var ki, array böyüksə X-dən. X də burada deyəcəyimiz şərt. Həmin hissəni bura köçür. Yine qeyd edilən qarşısında array böyük X. Həmin şərt buradan gəlir. Və o demək ki, massivdə ondan böyük qiymətləri olanları filtrlədir. Sonra bunu filtrlədik. Bizim nəyimizə lazım olacaq? İstədiyiniz kimi təbii ki, proqramın gedişatını dəyişiklik yapıra bilərik. Biz belə deyək, həmin ondan böyük olanları mənim üçün ver. Ekranda versin. Hazırdır. Run edirik proqramımızı. Gördük. Ondan böyük hansı vardı? 20 ilə 26'dır. Gördük. Bu şəkildə almış oluruq qiymətlərimizi. Ondan böyükləri. Beləliklə, buradan qiymətimizi aldıq. Sonra, deməli ki, buradan işimiz bitdi. O keçək digər əməliyyatlarımıza. Hansı əməliyyatlarımız var? Başqa əməliyyatlarımız təbii ki var. Elementlər üzərində başqa nələr eləyə bilərik biz? Elementlər üzərində başqa nələr eləyə bilərik? Sum dedik, min, maxi dedik. Bunlar da artıq gəllərə sahibdir. İndi baxaq belə tip əməliyyatlarımıza. Misal üçün. Massivdə element əlavə edək. Bir indeksə görə element əlavə edək. Bir də massivin sonuna element əlavə edək. İndeksə görə və massivin sonuna görə element əlavə edək. M deyirəm, M bərabərdir. Olsun 10, 20, 30 və 40. Bu belə. Misal üçün print, mən deyirəm ki, massivin sonuna element əlavə etsin. Sonuna əlavə etsin. Məsələn, belə yazıram. Bilim.
Sonra əlavə etsinlər. Məsəl üçün yazıram deməli m nöqtə. Biz siyahılarda siyahının sonuna element əlavə edəndə hansı komandadan istifadə edirik? Append. Bəli, burada da append istifadə edirik. M nöqtə append. Deməli hansı nəyə əlavə etmək istəyirik? Olsun 50 olsun. Hazır. Massivin sonuna 50 əlavə olmalı. Bir də eyni qayda. İndi bunu bir dəfə ekranda çapa versin ayrıca. Buradan çapa verib heç ehtiyac yoxdur. Ehtiyac yoxdur. Yəni 50 sonuna yazaq hətta 50 əlavə etdik. 50 əlavə et. Əlavə etdik. Növbəti mərhələdə isə indeksə görə əlavə etsin. Siyahılarda da həmin komandaydı. İndeksə görə istədiyimiz bir indeksi yazırdıq solda, sağda isə əlavə edəcəyimiz dəyəri yazırdıq və siyahıya daxil olurdu. Hansı komandaydı? Belə xatırlaya bilmədim. Olacaq insert komandası. Insert, yes. Bəli. Print. Misal üçün, ikinci indeksə. İkinci indeksə nə əlavə etsin? 10, 20. İkinci indeks haradır? 0, 1, 2. Baxın 30. Bəli, 30. 30'a deməli əlavə etsin 35. 35 əlavə etdik. Bərabərdir. Yazacaq vergül. Vergül nə olsun? M nöqtə insert. İndi insert deyəcək 35. Hazırdır. Run edirik proqramımızı. Görürük. Orada error verir. Xəta verdi. Bəli. Xəta verdi çünki indeksi yazmamışam. Ona görə. 2 deyəcək. Bəli. Nam verdi. Nam verir. Nam verir. Kodlarda bəzən belə olur. Bunu buradan götürək. İncitməyək buna. Deyək emi bura. Əlavə elə. Sən bir dənə mənim üçün belə bir əməliyyat aç. Görək alınacaq. Bir dəfə rəngli nam versə. Bir dəfə sonuna əlavə etməkdə problem yaşadı. Ona da Ctrl X MDI və bunun yanında yazıq. İndi tam alındı. Baxın, sonuna 50 əlavə elədi. Normalda 10, 20, 30, 40 idi. 50 gəldi. Şimdi ikinci indeksə 35 əlavə edəndə ikinci indeksə 35 əlavə edəndə yadınızda saxlayın. Əvvəlki ikinci indeksdə olmayan demək heç vaxt silinmir insert komandasında. O bir növ bir iterasiya sağa çökürdü. Biz demişdik onun rəslərimizdən. 10, 20, ikinci indeksin yanında 30 dayanırdı normalda. 30 bir iterasiya sağa sürüşdü, yəni üçüncü indeksə. 35 gəldi ikinci indeksə. Davamında digərləri də eyni formada. Bir iterasiya sağa Aydındır, bəli. Sonra digər komandalarımız. Mastivdən məsəl üçün biz element silmək istəyirik. Elementi indeks üzəri də silə bilərik və yaxud elementin özünü də silə bilərik. Elementin özünə çağırıb silə bilərik. Olsun masivimiz bu. Misal üçün mən deyirəm ki, Delete komandasından istifadə edirik burada. Delete'dən də istifadə edə bilərik. İndi hansı halda delete, hansı halda isə remove olacaq. Remove sizdə hansı halda ola bilər? Eyni məsələni siyahılarda eləmişdik delete'lə. Daxil edildiyimiz massivin tipindən asılı olaraq string və yaxud integer olmayandan asılı olaraq yoxsa remove. Delete hamısını silir, remove bir nesli, yəni bizim daxil etdiklərimizi silir. Remove
bizim daxil etdiyimiz hansı qiymət istəyirsə, onu birbaşa olaraq deyirik, onu silir. Bəli, delete isə hamısını. Delete isə indeks nömrəsini daxil edirik, həmin indeks nömrəsini hesablayırıq. Aydındır, bəli. Yazılan remove məsəl üçün 40. Beləliklə 40 ilə biz vidalaşırıq. Print elədiyin halda 40 gelir. 10, 20, 30 gördüğünüz kimi qaldı. 10, 20, 30 qaldı. Məsəl üçün mən bura 50 desəydim, bəs sizdə nə verərdi? Heç bir şey elə olduğu kimi saxlayardı. Nam versin. Terminalda nə verər? Məncə nam verməz. Nə var bəs? Elə olduğu kimi qalacaq. Məsələn, ekranda verməli baxın. Ondan nam verər yəni. False verər. Yanlış. Yoxlayaq. Təbii ki, value. Çünki Valiyallah. remote belədir ki, value error-dur ki, yəni value dəyər deməkdir. Dəyər error verir. Dəyər tapılmadı. It's not in list. Verilmiş dəyər həmin listədə yoxdur. Siyahıda yoxdur. Amma olsaydı təbii ki, onu silərdi. Bu remove-un işləmi prinsipidir. Daha qoyuram qarşısına. Bir də bura qoyuram. İstəyirik. Bir də delə baxaq indi. Deldə belə olur aslında. Del belə yazılır. Del, sonra aim. İndi indeks verək. Məsəl üçün ikinci indeksi silsin. İkinci indeksdən hansı element dayanır? İkinci indeks deməli 0, 1, 30. Aha. Bəli, 30 da silinir. 10, 20, 40 qaldı. Bəs mən bura 42-ci indeks yazsaydım. Yenə value error verir. Bu dəfə indeks error verir. İndeks error verir. Bəli, indeksi səhv yazmışdıq burada çünki bəli, indeks error verir. Bəli. İndeks error. Bu belə. Biz sizinlə except try konstruksiyasını keçmişdik. Deyəsən sizlə keçməmişdik o bölümü. Xeyr deyəsən. Eyb yox, onda rəsalıb keçərik. Namikdən sonra. Except try konstruksiyası olur ki, errorların idarə edilməsi üstündə əsas mövzu. Əsas mövzulardan biridir. Çünki error o qədər qarşımıza çıxa bilər ki, əsas layihələrdə onları müəyyən səviyyədə idarə etmək lazımdır. Elədir, bəli. Errorla çox qarşı. Süni intellekt errorların çoxunu düzgün tanımlaya bilmir. Necə düzgün tanımlanır? Yəni, bu sizə dediyimiz layihə ilə bağlı mən başlamışam o kodu yazmağa. Qarşılaşdığım xataların çoxunu süni intellektdə atıram. O mənə həllər verir. Yoxlayıram, alınmır. Yenə atıram, yenə xata verir. Ona görə deyirəm ki, yəni, bəlkə amma sonra bir tərəf üstündə işləyəndə görürəm ki, elə də yəni çox cüzi bir erroruymuş da, yəni. Amma süni intellekt onu görmür. Daha çox böyüdür, mənə daha çətinə salır. Siz onun promptunu necə daxil edirsiniz? Türkcə. Türkcə. Məsəl üçün, deyək ki, siz error almışsınız. Məsələn, son aldığınız errorlardan nə almışdınız? Minecraft'ə göndərdiniz. Xatırlamıram, yəni bir neçə gündür demək olar üstündə işləmirəm. Elə aldığım xatanı kopyalayıram, birinci kodu atıram, sonra da aldığım xatanı kopyalayıb atıram, yəni bunun səbəbini soruşuram və həllini soruşuram. Məsələn, orada biraz açıqlayıcı geçsəz, misal üçün deyək. ChatGPT-yə atırsınız, yoxsa başqasına? ChatGPT-yə atırdım, indi Grok atıram. Hə, ChatGPT çox problem yaşayır. Grok daha yaxşıdır. Amma belə birbaşa göndərməyin. Birbaşa göndərməyin. Açısı, yəni süni intellектlə məşğul olacaqsınız da.
ChatGPT-nin özündə də ayarlar bölməsi, bəlkə də bilirsiniz. Ayarlar bölməsində müəyyən bir panel var, özəlləşdirmə paneli. Görmüşsünüz onu? Bəli, görmüşəm. Orada bacardığınız qədər IT terimləri, məntiqi cavab falan yazın. O da müəyyən qədər təsirli var. Məntiqi cavab verməklə. Cloud proqramlaşdırmada kod hissəsində daha yaxşı gedir. Amma bu aralar Cloud-da server problemi var. Daxil olmur. Sistemdə nəsə problem var. O da yaxşıdır. O da yaxşıdır.